Salam Windows abonentinin dəyərli istifadəçiləri, mən bu dərsdə sizlərə YouTube-dan daha da asan qaydada MP3 və MP4 yükləmə qaydasını göstərəcəm. Bunun üçün proqrama falan ehtiyacımız yoxdur. Google Chrome'u açdıq. Mən burada musiqi axtarışı verdim və çıxan nəticədə birinci klipə daxil oluram. Bunu pauza verdim. Yuxarıda link bölməsinə gəldikdə YouTube sözündə UB yazılanı biz silib enter vururuq sadəcə. Bəli, açsan səhifədə burada bizə iki cür seçim var. MP3 kimi yükləmək və MP4 kimi yükləmək. Bunu mən indi MP3 üzərində sizə göstərəcəm, indi MP4 üzrə sizə göstərəcəm. MP3'ün üzerine gelip Zapis MP3'e vururuq ve artık videodaki klipi MP3 olarak yüklemeye hazırlayır. Görüyoruz ki yüklemeye başlayır artık ve yükledi. Buradan da biz baxaq, görək işləyir mi? Gördüğünüz kimi oxuyur. İndi MP4 olarak yükləyək. MP4'ün üstüne vururuq. Burada maksimum seçim sizə göstərir. Kalitesi var 720 piksel. Bunun başqa videolarda bu 360 da ola bilər, 240 da ola bilər, 144 da ola bilər və yaxud 1080 piksel ola bilər. Bu videonun YouTube'a yüklənməsindən asılıdır. MP4'ün üzerine vurarak Zapis MP4'e klikləyirik. Artıq video yüklənməyə başladı. Öyle video tam tərkibdə yükləndi. İndi videonu yoxlayaq. Video tam HD formatdadır. Və bugünkü dərsim bu qədər. Bizim kanalımıza abunə olmağı unutmayın. Video dərsine baxdığınıza görə təşəkkürlər. Sağ olun.